Birdən birini çox sevirlər, birdən də həmin adama nifrət edirlər. 3-5 günün içində sizə qəribə cümlələr deyirsə, sənsiz ölərəm, sənsiz nəfəs ala bilmərəm, artıq sizə toydan, gələcəkdəki uşaqlarınızdan, nəvələrinizdən danışırsa, burada bir dayanıb düşünmək lazımdır, burada şübhələnmək lazımdır. Bunlar hamısı siqnaldır ki, münasibət qurduğunuz adam emosional cəhətdən biraz problemlidir. Partnyor hiss eləyir ki, bir insanın həyatının mərkəzinə çevrilib. Ona o qədər gözəl sözlər deyir ki, öz valideynindən, ailəsindən, sevdiklərindən eşitmədiyi, ömür boyu eşitmədiyi xoş sözləri bir neçə gündə, bəzən bir neçə saatda bir insandan eşitməyə başlayır. Bəzi münasibətlər narkotika bənzəyir. Əvvəldə özünü çox xoşbəxt hiss eləyir, göylərdə uçur, o qədər əhval-ruhiyyəsi yüksəkdir ki. Amma təsiri gedəndən sonra eyni həmin sürətlə yerə çırpılır. Unutmayın ki, sağlam bir münasibət sağlam bir yeməyə bənzəyir. Dadı, həzz hissi narkotik kimi deyil. Anidən özünüzü göylərdə hiss eləməyəcəksiniz. Amma sağlam olduğu üçün sizi sağlam saxlayır.